Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Kanalımın gözəl xanımları, dəyərli xanımlarım. Xanımlar, saat 21:51 dəqiqədir. Ona 9 dəqiqə qalır. Səsimi hələ indi yazıram. Bu yerləşdirmə videosu neçə gün öncədən çəkilib. Sonra 2 gün öncə dolmanı bükmüşdüm. Sonra burada deməli kəsmikli bilincik bişirirəm. Onu dünən axşam, yəni bu günə keçən gecə bişirmişdim. Səhər qızartdım, uşaqlarım işə gedəndə yedilər. Montaj edib bitirmişəm. Hələ indi səsimi yazıram. İnşallah ki yüklənər, izləyərsiniz. Necəsiniz gözəl xanımlar? Makaronu uşaqlarım sevdiyi üçün xanımlar hər zaman qeyd edirəm. Evdə var idi. Keçən alış-verişdə də almışdım. Yəni neçə gün öncə bunlar yerləşdirilib. Sadəcə indi montaj edirəm. Paylaşdığım video. Elə videonun önünə bunu saldım. Bu hissəni saldım. Yerləşdirmə videosunu saldım. Xanımlar, sizlər hansı makaronlardan vermişlərdən istifadə edirsiniz? Biz səhv etmirəmsə Lafarelladır, nədirsə, ondan da edirdik, əvvəl istifadə edirdik. Daha çox Ankara istifadə edirik. Ankaranın makaron vermişləri, həqiqətən spagettiləri həqiqətən dadlıdır. Yəni daim olaraq onlardan istifadə edirik. Arada belə deyək, damaq dadımızı dəyişmək üçün başqalarından, digərlərindən də alırıq. Burada evdə nələr yox idi, onlardan almışdım. Mən heç zaman evdə yəni qoymuram da bitsin, tam olaraq ərzaq bitsin. Yəni alıram, bilirəm ki bundan var, amma yenə də alıram, belə deyək də stoklayıram. Belə ona görə də nədən azalmışdı, nədən tam olaraq bitmişdi, onlardan aldım. Belə gözəl xanımlar. Siz neyinirsiniz, necəsiz? Bugün cümə günü idi. Cümə günü çalışıram ki, canlı açım, ya söhbətli video edim, heç cür edə bilmirəm, alınmır. Çünki mən tək yaşamıram, evdə çox uşaq var, ona görə alınmır. Amma belə maarifləndirici söhbətlər edirəm həmin gün, yəni paylaşıram. Əvvəlcədən çəkilmiş videolarımı montaj edirəm, paylaşıram. Bəzən xanımlar deyirlər ki, elə bunlar da öz paketlərində qalsın. Xanımlar, kim necə istəyir də, məsələn, paketi açırıq, çox az lazımdır oradan bizə götürürük. Paketin içərisində o səliqəsiz qalır, tökülə bilər, səliqəsizlik ola bilər. Mən yəni illərdir elə belə qablarda saxlayıram. Xoşum gəlir, saxlayıram. Yəni istifadə edəndə də üzərindən göz yarı götürürük. Bunların çox gözəl xanımlar sulu yeməkdə şorbası olur. Bilirsiniz, artıq payız daxil olub, artıq soyuqlar düşməyə başlayıb, üzü qışa doğru gedirik. Yəni şorbalar daha çox. Düzdür, bizim evdə o qədər də şorba yeyilmir, amma yenə də yayda heç bişirilmir, yeyilmir axı. Yəni qışda şorbalar yəni daha çox bişirilir. Elə qısa oradan-buradan yerləşdirərkən elə çəkdim. Bilirəm, xanımların çox xoşlayırlar. Keçən dəfə videomda da qeyd etdim. Bizdə qəndlə heç kim çay içmir. Bir bacım bizə gələndə içir, bir də böyük oğlum. Yəni böyük oğlum da şirniyyatı sevir, şirniyyatla falanla içir. Sadəcə olaraq qəndlə də sevir. Amma mən yox. Yəni içə bilmirəm, qəndlə heç cür içə bilmirəm. Böyük oğlum yaxşı belə limonlu çay, belə iri dilimli limon deyir, əlavə edin çaya. Elə belə sadə qəndlə sevir. Çayları da xanımlar belə tökürəm, qarışdırıram. Dəzgahın üzərindəki qaba əlavə edirəm. Sonra digər şüşə qaba əlavə edirəm. Bunu da saxlayıram da belə. Onlar da bitəndə bundan götürüb üzərinə əlavə edirik. Düyü də sultan düyüsü həmişə biz istifadə edirik. Düzdür, arada onu da dəyişirik. Həm damaq dadımızı dəyişmək üçün edirik. Həm bəzən olmur sultan düyüsü alırıq. Amma
çox vaxt, yəni sultan ümumi desək, sultan döyüşündən istifadə edirik və çox da bəyənirik. Xanımlar, əvvəllər musiqi, yəni belə mən sevirəm, həzin belə musiqi qoymaq. Çünki birdən danışmayanda, dayananda belə musiqi əvəz eləsin də danışmağımı yaxşı olur. Bundan bir paçka da evdə var idi. Deməli, həm karamellidir, həm çiyələklidir. Çiyələkli olanları açıram, karamelli qalsın. Xanımlar, mən bəzi xanımlar deyirlər ki, eyni musiqiləri paylaşırsınız falan. Xanımlar, mən iPhone-u heç işlədə bilmirəm. Ancaq elə video çəkirəm, paylaşıram. Heç bir funksiyasını bilmirəm. Mənə görə çox çətindir. Musiqi yükləyə bilmirəm. O da necə olmuşdursa yükləmişdim. 2 dənə musiqi yükləmişdim. Xanımlar, içərisində də var idi. Götürmüşdüm. Qabı çünki yudum. Belə deyək də, təzə açılanlar qoyduq, köhnədən qalanı üzərindən qoydum. Bir paçkası qaldı, indi bitəndə istifadə edərik. O 2 dənə musiqini də necə olmuşdur ki, mən yükləyə bilmişdim. Yəni, heç cür yükləyə bilmirəm. Hansısa proqramı tələb edir, həmən proqramı, nə bilim, yüklənməlidir falan. Məndə heç bir, yəni, anlayışım yoxdur. Edə bilmirəm. Uşaqlarım da o barədə həmişə şikayət edirəm, mənə kömək etmirlər. Deyirlər, işlədə bilirsəm, amma işlədə bilmirsən, işlətməm. Xanımlar, bunu deməli süzəcəm, qaynadacam, suda süzəcəm. Bu nazikdir də, amma bu qalın ərişdə kimi olanları qış yuvası da, yəni ortasına qıyma bişirirəm, qoyuram. Yəni çox gözəl olur. Xanımlar, yerləşdirdim, bunlar qaldı. Ümumiyyətlə, spagettilər üçün mənim qabım yoxdur. Bu şüşə qablarım hündür olsa da, yəni spagetti ondan da uzundur da, belə deyək. Sonra plastik qablarıma da yerləşmir. Ona görə heç zaman, bəzən xanımlar deyirlər ki, alın. Yəni, fərqli qab almaq istəmirəm də, mənim öz qablarıma uyğun istəyirəm. Onların da ölçüsündə deyil. Bunları bişirdiyim zaman göstərəcəm sizə, görməyə xanımlara. Sonra da xanımlar, bilmirəm, bu çaylar qaldı. O ətirli çayı mən içirəm, məndə hələ var, bitəndə, yəni açıb tökəcəm. Elə xanımlar, gündə bir dolaba belə silirəm. Çünki bütün mətbəxdə təmizlik olub, elə həmişə elə edirəm. Sonra gündəlik işdən əlavə dolabın birini təmizləyirəm, silirəm, boşaldıram, yuyuram. Məsəl üçün, makaronları falan yerləşdirdim, qoyuram. Məsəl üçün, o birisi gün gündəlik işdən əlavə dolabın birinin içərisini boşaldıram, yuyuram, belə. İndi etdikcə də sizlə paylaşacağım. Xanımlar, indi bilmirəm, həmin musiqilər yoxa çıxıb, iPhone-da olan 2 dənə musiqi var idi, o da yoxa çıxıb. Ona görə musiqi yükləyə bilmirəm, mənə də çətindir. Çünki bəzi yerlərdə məcburən səsini alıram videonun, özüm də danışmıram. Tutaq ki, istəyərəm orada musiqi olsun. Amma yoxa çıxıblar, o 2 dənə musiqi hara yoxa çıxıblar, mən də yükləyə bilmirəm. Ona görə gözəl xanımlar. Vaxtım olanda bu biri telefondan iPhone-a belə deyək də zaps eləyirəm. O da yaxşı alınmır. Yaxşı alınmır, amma indi çatdıra bilməyəndə də bu telefona köçürmürəm. Necə köçürmək? Bu telefonu qoyuram, burada da səs yazır da o cür. Bu cür xanımlar, bunlar gündəlik istifadə etdiyimiz qab olan, belə deyək, bölmədim. Çünki makaron vermişlər, daha çox qablar istifadə olunurdu, ona görə onları aşağıdan qoymuşum. Bunlar da artıq olanlarda aparıb balkona yığacam, dolaba. Belə gözəl xanımlar. Burada da mən gecə daha çox rahat işimi görürəm. Təbii ki, günüzdə görürəm, amma gecə də görürəm. Burada kələm dolması etdim, həm sinə əti ilə, həm dana əti ilə. Bu cür bükürəm, üst-üstə qoyuram padnusları, qoyuram dondurucuya, lap sabah bişirsəm də. Məsələn, sabah götürürəm, lap o bir gün bişirsəm də. Bişirmədən öncə, bir 10 dəqiqə öncədən götürürük, açılır, sonra yığırıq qazanlara. Artıq həmin gün sabahsıdır. Dünən bişirilib bu, sırağa gün axşamdan, dünənə keçən gecə bükmüşdüm. Xanımlar, bu qazanlarımı 2013-cü ildə almışam. Əvvəl kanalımda əvvəlki videolarda çox istifadə edirdim. Deməli, bunları mən ayrı-ayrı almışam. Dəst şəklində mən heç zaman qazan almıram. Çox nadir hallarda alıram. Mən tək-tək alırım, dəstləşdirirəm. Çünki özümə uyğun olan ölçüləri götürürəm. Demək, o balaca 24-dür, bu alçaq
iri. Mən buna tava deyirəm, amma bu alçaq qazan gedir. Bu 28 santimdir. Gör necə göyçəkdir xanımlar, necə qəşəng görünür. Tefaldır da bunlar. Deməli 28-dir, 24-dür. Sonra bir dənə də böyük qazanı var, 28. O da 28 ölçüdədir, amma böyükdür. Onda da deməli aş edirəm. 2 dənə də tavası 20 və 28 ölçüdə. Tavalar artıq köhnəli padvala qoymuşam xanımlar, amma qazanları təzədir. Xanımlar, bu da pomidor da gətirmişəm. Xanımlar deyirlər, çox niyə bağlayırsınız? Bilirsiniz, mən evdən çıxa bilmirəm. Əslində yaxınlığımızda 100 metr məsafədə market var. Sadəcə mən gedə bilmirəm. Ona görə, indi mənə lazımdır, uşaqlar evdə yoxdur. İndi də bilirsiniz, pomidor elə düzdür. Hal-hazırda da soyuducuda pomidor var. Yəni, böyük oğlum üçün alırıq. Və yəni, evdə tutaq ki, yoxdur pomidor. Mən onun üzərinə nə əlavə edim? Ona görə getdim, günə getdi, padvaldan gətirdi, açdım, əlavə elədim. Yəni, özünüz görəcəksiniz də, balaca içərisində qalacaq. Bir bankanı açırıq, həmən bitir. Ona görə də çox bağlayıram. Evdən çıxa bilmirəm. Ona görə istəyirəm ki, evdə əlimin altında olsun hər bir şey. Mən bu qazanları çox sevə-sevə almışdım. Sevə-sevə də istifadə edirəm. Amma daha çox gündəlik qara qranit dəsti istifadə edirik. Bunlardan da istifadə edirik. Təsadüfən video çəkməmişəm də bunlarla. Düzdür, əvvəl kanalımda çoxdur çəkmişəm. Yəni, bu son 1-2 ildə çox çəkməmişəm. Bu cür xanımlar, pomidorların qabığı soyulub, qəşəng səliqəli doğranıb. Sok deyirik də pomidor soku. Yəni, biz belə çox edirik pomidorunu. Çünki üstdən götürülür, yığılır, yeyilir. Bəs alt qat da var axı. O pomidorlardan alt qatı da qalsın. Görürsünüz xanımlar, bir damcı qaldı içərisində. İndi bunun da balaca oğlum bir yumurta pomidor eləsə sər-sər, bitdi. Bunları xanımlar, mən baxalım 200 manata yaxın almışdım. Deməli, 2 dənə bu qazanı, bir dənə biraz böyük qazandı da, 28 ölçüdədir, amma böyükdür aş bişirmək üçün. Odur, 2 dənə də tavası 20 və 28 ölçüdə 200 manata yaxın almışdım, 185-ə ya neçəyə. Düzdür, dəst alında biraz ucuz olur, amma ayrı-ayrı alanda baha başa gəlir. Mən çox zaman ayrı-ayrı alıram qazanlarımı. Alıram, birləşdirirəm. Yəni, istənilən qazanlar dəst alında da satılır, ayrı-ayrıdır. Məsəl üçün, Berlinger House qazan dəsti işi də, bu son aldığım qazan dəsti var. Məsələn, onun ayrı-ayrı da almışam da, tavalarını almışam, alçaq tava ki deyirəm, o alçaq qazan gedir, onu ayrı almışam, dəstin içində yox idi. Xanımlar, əsasən keşniş mən əlavə edirəm, amma indi keşniş yox idi, şüyü də əlavə etdim. Burada da xanımlar bilinçik bişirirəm. Həvəsim olsa bişirəcəm, sonra bir partiya bir də edəcəm. Bu belə deyək də bir reseptlik. İndi əlavə etdikcə də göstərəcəm. Deməli, mən hər zaman çəki ilə kəsməyi alıram. Üzərinə də smetan əlavə edirəm, bilinçik edirəm. Bundan artıq ikinci dəfədir ki, bundan öncə 2 dəfə etmişik. Elə çiyələklə etmişik. Ona görə bu dəfə birinci əriklə edirəm. Sonra həvəsim olsa, yorulmasam, bir də belə edəcəm. Onda da çiyələklə edərəm. Onda xanımlar yoruluram. Əslində burada səslə çəkmişdim bu hissələri. Sonra video uzun olmasın deyə onun səsini aldım, tezləşdirdim. Burada da xanımlar deməli kişmiş yumuşam. Salfetin üzərinə sərdim, qurudum. Kəsmin içərisinə əlavə edəcəm. Xanımlar 3 ədəd yumurtadır, 2 yemək qaşığı şəkər tozudur, çay qaşığının ucunda duzdur. Sonra 3 yemək qaşığı bitki yağıdır. Siz, məsələn, bəzi xanımlar 1 litr südə 5 yumurta götürür. Mən 3 yumurta götürürəm. 1 yemək qaşığı götürürlər şəkər tozunu, 2 yemək qaşığı götürürəm. Bitki yağı 2 yemək qaşığı bəziləri xanımlar götürür. Mən 3 yemək qaşığı götürürəm. Çünki tərkibində yağ olsun ki, tavada da yapışmasın. Çünki tavanı bir dəfə yağlayırıq da biz. Bu cür gördüyünüz kimi qarışdırıram və 1 litr südü üzərinə əlavə edirəm. Və xanımlar, mən 3 deməli stəkan un götürmüşəm. 2 stəkan yarım, 3 stəkan arası istifadə edirəm. Mənim uşaqlarım çox nazik sevmirlər. Əgər siz çox nazik istəyirsinizsə, 2 stəkan yarım un yetərlidir. Amma mən çox zaman 3 stəkan edirəm. Amma burada düşündüm, bəlkə biraz az edim, elə yenə də 3 stəkanı əlavə etdim. Siz etməyə də bilərsiniz, əgər çox nazik istəyirsinizsə. Yenə təkrar edirəm, 3 ədəd yumurta, 2 yemək qaşığı şəkər tozu, əgər ətlə edəndə 1 yemək qaşığı şəkər tozu əlavə edirik. 3 yemək qaşığı bitki yağı,
1 litr süt, 3 stəkanda, böyük xürsaz stəkandan da 3 stəkan, deməli, un. Bir xanımlar. Bəzən mikserlə edirəm bu hissəsini. İndi daha hamı yatıb deyə mikserlə etmirəm. Bir işləyib burada xanımlar. Elə hamı otağına çəkildi. Mən tez başladım. Çünki düşündüm ki, 2 partiya edərəm. Ona görə tez başladım. Mənə görə tez başladım. Yoxsa daha çox 2-də, 3-də başlayıram belə nəsə şirniyyat falan bişirməyə. Onu da xanımlar nəsə yoruldum. Dedim onu da edərəm də. Onu da bir 2 gün sonra edərəm. Onsuz edirik də tez-tez. Mikserlə mən etsəm də, bəzən xanımlar yazırlar ki, mikserlə edin, bir də bu əziyyəti çəkməyin, süzgəcdən süzməyin. Yox xanımlar, mən mikserlə günüz olduğu zaman mikserlə də edirəm, gün ayda edirəm mikserlə, amma yenə də biz süzürük. Onda lap belə, necə deyirlər, dupdur olur da, heç bir, içərisində heç bir şey qalmır. Yəni orada nə var xanımlar, 5 dəqiqəm almır da. Sadəcə mən video çəkirəm deyə biraz çətinlik yaradır mənə. Yoxsa orada nə var ki? Bax, görürsünüz, sanki biraz qatı kimidir, amma bəzi xanımlarda sanki sudur, su kimi. İndi onlar elə sevirlər. O zaman 2 stəkan yarım əlavə edirsiniz. Mən 3 stəkan etdim. Xanımlar, tavam da 24 ölçüdədir. Keçən videoda mən çaşıb 28 demişdim. Yox, mənim elektrik tavam var, birinci tavam. İnşallah gələn dəfə onunla edərəm. O 20 santimdir, o balacadır. Onun da öz yeri var. Bu tavam ən ideal ölçüdür, 24'dür. Mənim Berlinger Haus'dan o son aldığım qazan dəstinin tavasını ki əlavə aldım. Artıq 26 dəqiq işləyib birə. O Berlinger Haus'dan aldığım o bahalı tavam, o 28'dir. 28 də çox böyükdür xanımlar. Sizlər də yazın görüm, sizlər neçə ölçüdə edirsiniz bilinçkiniz. Əgər 28-də edən varsa, mən onda edim. Mən onda elə pankek pişiririk. Bu 20 balacadır, amma onu da sevirik. Balaca qəşəng olur. Elektriklə olan. Amma 28 məncə çox böyükdür. Amma siz fikirlərinizi yazın. Əgər sizlər etmişsinizsə, yaxşı alınırsa, mən elə edərəm onda. Mənə görə ən ideal ölçü elə budur, 24 santim olandır. Xanımlar, edirəm, mən üzərində örtürəm. Dəsmalla örtürəm. Günay örtmürüm, mən onunla örtürəm. Xanımlar, edirəm, yığıram. Səhər oğlum işə gedəndə elə qızartdım. Oğlum, böyük oğlum işə tez gedirdi, 6-da çıxır. O yedi, Günay yedi. Sonra da o bir iki oğlum üçün qızartdım, qoydum stolun üzərinə. Mən özüm üçün etmədim, iyi mən vurmuşdu. Sonra dedim, Günay mən üçün edər. Adam öz edəndə yeyə bilmir. Belə artıq qalmayıb xanımlar. Bu, yəni bu gecə səhərə yaxın edirəm də bunları. Səhər həriyə gedir. Həriyə 4 dənə 5 dənə düşür də. Siz kişmiş əlavə etməyə də bilərsiniz xanımlar. İndi bu gün meyvəlidir. Tərkibinin deyən qatılır da. Ərikli, ya çiyələkli, şaftallı olur. Amma üzərinə bəzi üçün 3-4 dənə meyvə qoyurlar. Ona görə mən uşaqlarım sevir, kişmiş əlavə edirəm. Bir də xanımlar, buradan kameradan baxanda sanki içliyi az görünür. Az deyil, 400 qram kəsmikdir də. 400 qram kəsmik, hələ kişmişdə nə qədər əlavə etdim, 26 dənə bilinçik alındı. Deməli, mənim bu etdiyim reseptdən 25-30 arası alınır. İndi o baxır da birdən, məsələn, çömçəni bir dolu edirik, bəzən biraz çömçənin başı aşağı edirik, biraz bir-birindən fərqli, biraz qalın, nazik olur da. O necə deyirlər, insan əlindən çıxır. Ona görə sayı dəyişə bilir, 25-30 arası. Elə burada səsli çəkəndə də demişdim, sadəcə sonra istəmədim uzun olsun. Uzunluğuna görə yox, həmin hissədə gərək kəsərdim. Məsəl üçün, videonun əvvələ mən səsimi yazardım, o səsli hissədə dayanardım. Ondan sonra bir də o bir hissəyə səsimi yazardım. Ona görə dedim, elə qoy səsi alım, tezləşdirim, elə ümumi bütün video əvvəldən sonacan səsimi yazım. Belə xanımlar. Mənim belə balaca padnoslarım var, görmüsünüz də, həmişə dolmalar pükürəm, yığıram falan. İndi sizə xoş görünsün deyə belə şüşə qablarda göstərirəm, ya buludda göstərirəm. Amma sonra biz onu həmin o padnosa yığırıq, məsələn, bilinçikləri də. Üzərinə stres çəkib qoyuruq buzluğa.
Hər səhər uşaqlar işə getdikcə qızardırıq, məsəl üçün yeyirlər. Qızardıram, yeyirlər. Yəni belə az görünə bilər. Bir dənə 400 qramlıq bitdi xanımlar. Yəni elə ancaq görür bunu. Belə yavaş-yavaş videonu sonlamağa doğru gedir. Birazdan sizinlə sağollaşacağım gözəl xanımlar. Artıq 11-11 də işləyib. İnşallah ki, yüklənər. Hələ proqramda gec yığılır, proqramda yığılsın. Sonra yüklənməyi var. İnşallah yüklənər, paylaşaram. Çünki başqa videolar çəkəcəm. Telefonumda hələ çəkdiyim başqa videolar var. Yəni, bunu yükləyib silməliyəm telefondan ki, bilirsiniz, mən gecələr mənim işim başlayır. Çəkəcək videolarım var. Gec yüklənsə, yəqin ki, paylaşmaram. Qalar sabah paylaşaram. Amma yüklənsin ki, mən silim də, telefonumdan silim. Görürsünüz xanımlar, məsələn, yükləyirəm, məsələn, tak gecə yükləyirəm, siz onu görmürsünüz. Mən onu sabah sizinlə paylaşıram, əslində kanalda yüklənir. Düzdür, mən çox zaman elə yükləyən kimi də paylaşıram, mən elə ancaq çatdırıram paylaşmaq. Amma bəzən də olur ki, yüklüyürük qalır, sabah paylaşırıq, o bir gün paylaşırıq. Gizli qalır da, siz görmürsünüz, biz görürük, siz görmürsünüz. Belə 26-dan da, səhv etməmsə 26-dan oldu. Elə göstərdim, sonra dolar yığıram onun üzərinə. Sizlər də fikrinizi yazın. Siz məsəl üçün bu 25-26 ədəd bilinçikə nə qədər tvaroqdan, kəsmikdən istifadə edirsiniz? Məsələn, siz necə edirsiniz? Siz nələr əlavə edirsiniz? Məsələn, xanımlar, mən içlik qoymadan da 10 ədəd pingvin paketə bükürəm. Kanalımda da var, göstərmişəm. Bir dəfə də yeni edərəm, paylaşaram. 10 ədəd edirəm. Məsəl üçün, çox üst-üstə yox da 10-10. Pingvinə yığırıq, qoyuruq dondurucuya. Sonra çıxarıq, qoyuruq stolun üzərinə. Açılır, heç bir şey də olmur. Bükürük. Amma daha yaxşı olacaq büküb dondurucuya yığmaq. Daha etibarlıdır da. Bəzən xanımlar deyirlər ki, qırılır. Dondurucudan götürürük, qırılır. Xanımlar, mən onu səhifələrin birində eşitmişəm, mən heç elə etməmişəm. Deyirlər ki, dondurucudan çıxartdıqdan sonra yenə tavaya qoyun, az-azıq isidin, o tərəf bu tərəfini isidin, onda qırılmır. Sonra içliyi qoyun bükün, onda qırılmır. Mən elə onu dünənləri, bilmirəm, Instagramda hansı səhifəsidəsə eşitdiyim, ya TikTokda eşitdiyim, amma mən heç etməmişəm elə. Burada hələ xanımlar tezdir, bilməm neçədir saat. Burada göstərəcəm saatı. Qoyuram soyuducuya, hələ səhər oğlum işə gedənə yaxın çıxarıb qızardıram. Səhv etmirəmsə göstərdim saatı, ya hələ göstərəcəm. Yox, bu lap səhərdir, bu artıq o bir 2 oğlum üçün qızardıram. Səhv etmirəmsə əvvəldə də göstərdim. 3-üydü, 4-üydü, bitirdim işimi, qoydum soyuducuya. Belə, bu bir 2 oğlum yesin. Bir də mənim payım qaldı. Səhər-səhər Günay ilə yoldaşı üçün qızartmışdım. Bunu da digər 2 oğlum üçün qızartdım. Mənim payım qalıb, sonra onu Günay qızardır, mən yeyirəm. Xanımlar, hər birinizi öpürəm. Allah amanda qalın, Allah əmanət olun. İnşallah yeni videolarda görüşərik. İnşallah yüklənər, bugün izləyərsiniz. Belə. Məlikdə nə əcəb sakit. Qapını bağlayıram, içərdən gəlib mənə manesilik törətməsin. Nənəsi qurban, heç manesilik də törətmir. Deyirəm sakit, bir də işarə verirəm, sus, sakit oturur. Öpdüm xanımlar, hələlik.